Gözəl komandir Səngərdə. Vətən, torpaq, millət. Həm aprel, həm də 2-ci Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərən şəhid kapitan Arzu İskəndərov 1988-ci il oktyabrın 27-sində Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olub. 1994-cü ildə Zəyəm qəsəbə tam orta məktəbin 1-ci sinfinə daxil olan Arzu İskəndərov daha sonra təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. O liseyi uğurla başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur və leytenant kimi oradan məzun olur. O, təlim-tədris mərkəzində təkmilləşdirmə kursu keçdikdən sonra Tərtər rayonunda yerləşən en sayılı hərbi hissədə tağım komandiri kimi xidmətə başlayır. Arzu İskəndərov 2016-cı ildə aprel döyüşlərində iştirak edib. Azərbaycan ordusunun kapitanı olan Arzu İskəndərov 2020-ci ildə Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Arzu İskəndərov noyabrın 13-də Xocavənd rayonunda qəhrəmancasına şəhid olub. Ailəli idi. 2 övladı yadigar qalıb. O, böyük izdihamla Şəmkir rayonunda dəfn olunub. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Arzu İskəndərov ölümündən sonra vətən uğrunda Füzulinin azad olunmasına görə medalı ilə təltif edilib.